Hər kəsə YouTube kanalımdan salam. Uşaqlar serimizə davam edirik. Bugün uşaqlara ölümü necə izah etmək lazımdır, bu haqqda danışacağıq. Mövzunu dediniz, biraz tələsdiniz, mənə qoymadınız deməyə. Bu dəfə mən dedim. Bəli. Buyurun o zaman mövzumuza başlayaq. İzləyicilərimiz də çox gözlədir. Çox suallar verilir ki, Zərə xanım, ölümü necə izah eləyək? Cənnətə getdi, mələklər apardı, getdi, qayıdacaq və yaxud da atan o dünyaya getdi, anan digər dünyadadır. Bu şəkildə uşaqlara çox travma vermiş oluruq biz. Hər zaman dediyim kimi uşaqlara yalan danışmaq olmaz. Uşaqlara digər suallarımızdan biri bu idi. Digər efirin sualını verdim. Uşağa dünyaya gəlməsi haqqında necə cavab verək? Eyni şəkildə də ölümü necə izah etməliyik? Bu şəkildə düzgün şəkildə izah etməliyik. O dünyaya getdi, mələklər apardı, cin şeytan apardı, o apardı, o apardı deyə bilmərik uşağa. Təbii ki, uşağın yaş dönəminə əsasən yenə də burada vurğulamaq lazımdır. Əgər uşaq 3-6 yaş aralığındadırsa, o zaman səbəbini izah edə bilmərik. Yəni din tərəfindən uşağa bunu izah edəriksə, zaten uşaqlarda konkret və mücərrəd anlayış formalaşmağa başlayır. Konkret anlayış olduğuna görə mücərrəd anlayış 6 yaşından sonra formalaşmağa başlayır. Və 6 yaşına qədər uşaqlara mücərrəd anlayış haqqında nəsə bir məlumat versək belə, onu başa düşməyəcək. Çünki 6 yaşına qədər uşaqlarda hətta zaman qavramı belə olmur. Günortanı bilmir, səhəri bilmir, sabahı bilmir. Məsələn, uşağa deyirik ki, səni parka aparacam, deyir bir dəfə də yatım, bir dəfə də yatım, elə aparacaqsan. Yəni bu şəkildə mücərrəd anlayış formalaşmır. Bu zaman səbəbini izah etdiyimiz zaman sadəcə bilmirəm sözündən istifadə etməliyik. Çünki o dünyaya biz getməmişik. Cənnətə düşəcək, cəhənnəmə düşəcək bilmirik. Atan cənnətdədir, anan cənnətdədir deyə bilmərik. Ona görə sadəcə dünyasını dəyişdi. Məsələn, biz indi nəfəs alırıq, ürəyimiz döyünür, amma atanda ürək döyünməsi dayandı, nəfəs alma problemi yarandı. Bu şəkildə uşağa düzgün izah etmək lazımdır. Və valideyn deyir ki, və burada da bir incə çizgini çizim. Uşağa atan xəstələndi, anan özünü yaxşı hiss etmədi, qızdırması qalxdı, ona görə öldü deyə bilmərik. Çünki uşaqlara təşviş həyəcan pozuntusu vermiş oluruq. Hər uşaq biz xəstələndiyimiz zaman və yaxud da özü xəstələndiyi zaman öldüyünü düşünür, öləcəyini düşünür. Buna görə bu travmanı vermək olmaz. Sadəcə mən bilmirəm, atam bizi tərk etdi, amma özü istəyərək tərk etməyib. Müəyyən orqanlarımız var ki, onlar fəaliyyət göstərir, amma atanda və ya ananda bu fəaliyyət göstərmədiyinə görə anan dünyasını dəyişdi. Yəni öldü. Çox üzr istəyirəm. Bəs tərk etdi deyəndə belə tərk etmə qorxusu yaranmayacaq onda? Tərk etmə qorxusu yaranacaq. Bu elə bir travmadır ki, bunu zaten bu travmanı alır. Tərk etmə problemi uşağa bizi məcburi şəkildə tərk etdi demirik. Sadəcə bu dünyasını dəyişdi, öldü, rəhmətə getdi anlamında deyirik. Heç tərk etmə cümləsindən də istifadə etmək istəmirsinizsə, etməyə də bilərsiniz. Öldü nə deməkdir? Nəfəsin dayanması, orqanın işləməməsi. Bu şəkildə izah etməliyik. Amma 6 yaşından sonra uşaqlar artıq səbəb istəyir. Niyə? Nə üçün? Bu zaman yenə də bilmirəm, o birisi dünya necə bir dünyadır. Biz getməmişik, görməmişik, bilmirik. Sadəcə bilmirəmlə kifayətləndirməliyik mövzunu. Bu elə bir mövzudur ki, çox həssasdır. Və belə bir sual da verilir ki, dünyasını dəyişəndən həmən sonra mı deyək, yoxsa sonra, bir neçə il sonra? Uşaq zaten bunu hiss edir. Əgər valideynlər çox o an emosional olduqlarına görə çox qışqır-bağır salırlar, yas evi necə olur? Adının səsləndiyi, yüksək səslə ağlamaq. Çox təəssüf ki, bunlar olmasa daha yaxşı idi. Çünki bir insan dünyasını dəyişibsə, biz onu ağlasaq da geri qaytarmarıq. Sadəcə bu an yanımda kim varsa onu düşünməliyəm. Əgər valideynlərdən biri rəhmətə gedibsə və yaxud nənə, baba və s. mən yanımdakını düşünməliyəm. Yanımdakına travma yaşatmamalıyam. O zaten dünyasını dəyişdi. Mən o uşağa ölən şəxsə görə travma yaşatmamalıyam. Və buna görə də 3-6 yaşa qədər uşaqlara bir müddətdən sonra desək daha yaxşıdır. Amma 6-12 yaşdan sonraki uşaqlara isə onlar zaten hiss edir, onlar zaten görür. Duyğularını bastırmamaq öyrətməliyik. Onlar da bizlə bərabər ağlamalıdır, onlar da bizlə bərabər üzülməlidir.
üzülmə, yaxşı olacaq və yaxud da nənə, baba, bibi aparır gəzməyə, başını qatır. Bu zaman artıq o uşağa biz duyğusunu basdırmağı öyrədirik. Bu da yanlış bir qavramdır. Uşaq o an o situasiyanı yaşamalıdır, o acını çəkməlidir. Pis olursanmı ağla. Uşağa bu geniş uşağa bu azadlığı verməliyik. Duyğularını basdırma və sair kimi cümlələrdən istifadə etməliyik. Və yaxud da nənə bir söz deyir ki, atan getdi, bibi başqa söz deyir, ana başqa söz deyir deyə uşaqda travma yaranır və güvən problemi yaranır. Güvən bağı itdiyinə görə də uşaq artıq ondan sonra heç kimin sözünə qulaq asmır, onların sözünü dinləmək istəmir. Və buna görə də bir nəfərə yönləndirməliyik. Uşaq kimdənsə soruşursa, onu sadəcə bir nəfərə, ya anaya, ya ataya yönləndirilməlidir. Ana, ata da eyni anda dünyasını dəyişirsə, nənəyə, babaya, uşaq özünü kimə yaxın hiss edirsə, ona yönləndirməlidir ki, o ona izah eləsin. Hər bir ağızdan bir söz çıxdıqca uşaqda müəyyən bir suallar yaranır, suallara cavab tapa bilmir. Suallara cavab tapmadıqca artıq gedir bunu başqa yerlərdə araşdırır və uşaq ekstra bir travma yaşayır. Buna görə də burada qaydalardan biri uşaq o anı bizlə bərabər yaşamalıdır, duyğusunu basdırmamalıdır, ağlamalı, özünü pis hiss etməyi normal bir haldır və uşaqla birlikdə biz yaşadığımız zaman uşaqla oturub söhbət etməliyik. Mimikalarımızla, jestlərimizlə, bax mən də pis oluram, sən də pis olursan, sən də pis olmaq kimi haqqın var. Olar, bu dönəmlərimiz də keçəcək. Hər şey çox yaxşı olacaq. Bir müddətdən sonra bu acımız yavaş-yavaş bizim hafifləməyə başlayacaq, ağrısı azalacaq. Bu şəkildə biz uşağa gələcəklə bağlı qeyri-müəmma yaratmamalıyıq. Uşağa müəmmalı bir davranış sərgiləməliyik ki, bundan sonra nə baş verəcək? Çünki uşaqlardan biri ananı, atanı itirdiyi zaman qeyri-müəmmada olur. Bundan sonra nə olacaq? Bundan sonra necə davranacaq anam, atam mənə və yaxud da ətrafımdakı insanlar? Necə bir həyat məni gözləyir? Bu sualların formalaşmaması üçün və bu qayğıların olmaması üçün hal-hazırdakı anı izah etməliyik birinci növbədə. Daha sonra isə bundan sonrakı anların bir ön sözünü verməliyik də ki, uşaq başa düşsün, bilsin. Bir də ki, Zəhra xanım, bu ölüm zamanı bəzən uşaqların üzərinə çox düşürlər. Yəni necə hər istəklərini edirlər. Əvvəlki yaşam tərzlərindən çox fərqli tərzdə edirlər. Bu necə təsir edir uşaqlara? Təbii ki, pis təsir edir. Yəni uşaqda ikinci bir hissi olmamalıdır. Ana-atanın yaşadığı bir dövr, ana-ata olmayandan sonra. Bu dönəm fərqlənməli deyil. Axış içərisinə indiyə qədər necə böyütmüşüksə, o şəkildə də davam etməliyik. Uşaqda heç bir şəkildə nə fiziki olaraq, nə emosional, nə psixoloji olaraq uşaqlara aşırı şəkildə yüklənməməliyik. Uşağı gözümüzdən qoymamaq, nə istədiyini almaq, uşağa ekstra bir anlayış sərgiləmək, qayda-qanunların olmaması, yığışdırılması. Bunların hər biri təbii ki, uşağa ekstra bir travma verir. Biz elə bilirik ki, məsələn, atasının yadigarıdır, qoy uşağı ərköyün böyüdüm, anasının yadigarıdır, uşağı ərköyün böyüdüm, nə istədiyini istəyirsə onu alım. Bunların hər biri uşağa ekstra bir travma verir. Bunun üçün nə etmək lazımdır? Uşaq əvvəlki yaşayış tərzi necə idisə, bundan sonraki yaşam tərzi də eyni şəkildə qalmalıdır ki, o stabillik qorunsun. Bəs bu hal baş verərsə, uşaqda nə kimi təsirlər yarada bilər? Artıq nə istədiyini bilməmək, anam nə yaxşı rəhmətə getdi, məni anladılar, dinlədilər. Artıq acıdan zövq almağa fokuslanır o uşaq. Böyüyəndə də bu şəkildə olur. Kiminsə acısı ona çox həzz verir. Bir növ öz həmcinsini düşmən olaraq görəndə özünə həzz verir, əks cinsi həmçinin. Bir insanın mutsuzluğunun üzərinə bir mutluluq qurmaq istəyir. Çünki uşaqlıqdan bunu elə öyrədiblər. Bir insan mutsuzdur, ana-atadan biri rəhmətə gedib, ondan sonra onun mutluluğu yaranır. O elə bilir ki, artıq o xoşbəxt olması üçün başqası bədbəxt olmalıdır. Bu uşaq artıq fərd olaraq, xarakteristik olaraq psixoloji problemləri olan bir fərdə çevrilir. Qeyd etdiniz ki, Zəhra xanım, acıdan həzz almaq. Yəqin ki, bura mazoxistlik, sadistlik də aid etmək mümkündür. Bəs bunu necə həll etmək olar? Mütləq psixoloji dəstək almalıdır həmin şəxs. Əgər bunu izləyən, belə bir dönəmdən keçən valideynlərimiz varsa, qarşısını ala bilərik. Hal-hazırda mənim dediklərimlə. Amma yox, bu dönəmi keçmişiksə artıq, yanlışlıqlar, səhvliklər etmişiksə, o zaman mütləq psixoloji dəstək, mütəxəssis dəstəyi almalıdır. Zəhra xanım, bəs son olaraq nə deyərdiniz? Son olaraq demək istədiyim, hər kəsin başına müəyyən hadisələr gəlir.
Bu həyatda yaşayırıqsa, acısını da yaşamalıyıq. Bu insanın belirtisidir əslində. Acı da, zövq də, həzz də, xoşbəxtlik də, özünü mutlu hiss etmək, mutsuz hiss etmək, bunların hər birinin insana xas olan bir duyğudur. Ona görə bu duyğuların hər birini doya-doya yaşamalıyıq. Yası belə doya-doya yaşamalıyıq ki, daha sonrasında o bizdə müəyyən qalıqlar, izlər qoymasın. Eyni şəkildə övladlarımıza da belə. Təşəkkür edirəm Zəhra xanım. Məncə kifayət edər. Amma bir şey ağlıma gəldi birdən. Bəs yeniyetməlik dönəmində olan uşaqlar necə izah etmək olar bu durumu? Yeniyetməlik dövrü həssas bir dönəmdir. Yeniyetmə bilir bu dönəmi. Sadəcə yeniyetmənin yanında olaraq, ona dəstək olaraq, onu anlayaraq, dinləyərək, dərdinə şərik olmaq lazımdır. Çünki yeniyetməlik dövrü ekstra bir çelişkili, aqressiv bir dönəmdir. Ona görə burada biraz intihar halları da özünü göstərə bilər, özünə qəsd problemləri də ola bilər. Bunun qarşısını almaq üçün valideyni özünün yanında hiss etməlidir, hər nə olursa olsun və dərdinə şərik olduğunu bilməlidir. Hər iki valideyn də rəhmətə gedibsə, o zaman özünə ən yaxın şəxs, nənə, baba, bibi, xala və s. Bunlar ekstra bir, demirəm ki, o yeniyetməni qorumaya alsınlar, həmin şəxslər ekstra bir üstündə titrəsinlər. Sadəcə olaraq gözlərindən qoymasınlar deyərdim. Bəs Zəhra xanım, belə deyə bilərik ki, insanlar ümumiyyətlə ölümsüzdür? Bizim cismimiz sadəcə ölür. Ruhumuz isə yaşayır və bunun haqqında danışanda belə acımız hafifləyir. Bəli. Biz bilirik ki, bizim ən əziz insanlarımız rəhmətə gedib və onların ruhları hələ də yaşayır. Oradan bir acımız daha da hafifləyir, daha da rahatlayır. Bu özü uşaqlara belə bunu təlqin etdiyimiz zaman o uşaqların da acısını təbii ki, yüngülləşdirəcək. Nə gözəl. Mən elə bilirdim ki, təkcə bunu mən düşünürəm, amma nə gözəl həqiqətən. Yəni insan sadəcə cismən ölür, amma ruhən yaşayır və bunu biləndə və bu şeyi qəbul edəndə yaxın biri olsa belə ölümünü qəbul etmiş olursan. Bəli. Acı gələcək təbii ki, amma çox dərin bir acı olmayacaq. Bastırmadan yaşadığımız hər acı bir gün mütləq ki, yüngülləşir. Xatirə olaraq qalır, amma xatirələr xoş xatirələr qalsın təki. Bəli, eynilə. O zaman hələlik Hələlik görüşənədək. görüşərik.